Ayıp değil, boyundan, buxunundan işleyip pul kazana bilmirsən? İhtiyacım var. Yox, nə ehtiyacın var? Bu dükkanı işlədən adamın ehtiyacı yoxdur. Aparıb zirzibilə verirsiniz. Nə uğramısan? Çıxart görürüm. Ne bunu niye yiyeceksen sen? Tükan atacaksan ha? Adam kişi olar, adam cahillik olar. Bunlar niye yiyeceksen sen bunları? 5 manat üzerine satacaktım ha. Ne satıp ne alacaktım? Yaxşı ki anında yetişdim, andol Allah'a. Dərhal müdaxilə edim. Telefonuma bildiriş geldi birbaşa ki. Mağazaya kimse girib. Değerli dostlar, indi həmin görüntüləri mən sizə göstərəcəm. Açım sənin üzvü. Bütün ictimaiyyət görsün sən kimsən. Görüntülərdən sonra zəhmət olmasa çək oranı. Elə yaxşı ki, kamera quraşdıran qardaşı da çağırdıq. Həmin görüntüləri bizə göstərir. Yaxından çək necə girib mağazaya. Oğurladığı da ancaq belə lazımsız şey. Safarı sata da bilməyəcəyik. Burada artıq gəlib mən yaxaladım. Burada o çəkmə artıq buranı. İndi sənin açın Moskova ictimaiyyətə təqdim edeyim səni. Eləmədən Allah, xahiş edirəm. Bura gəl, niyə girmişdin ha? Eləmə, xahiş edirəm. Niyə girmişdin oğurluğa? Xahiş edirəm, çörək puluna ihtiyacım var. Ne çörək pulu ya? Ben sana çörək pulu verməliyəm. İhtiyacım var. Eləmə, xahiş edirəm, eləmə. Dəymə. Elvin sensən ha? Ay sən necə? Mən evdə bekarçılıq edib çıxdım görüm nə edirəm. Ay mən üzr hesablayın dəyərli dostlar, bu bizim dostumuzdur. Bax belə hadisələrin real olaraq başınıza gəlməyini istəmirsinizsə, mütləq Şabran kamera Tasimə müraciət etməlisiniz. Azərbaycanın bütün bölgələrinə, bax bu gördüyünüz profesional kameraları çatdırılma, quraşdırılma var. Qeyd edirəm nömrəsi 070 241 91 01 yaxınlar zəhmət olmasa buranı çək. Dəyərli izləyicilər, birbaşa telefonunuza anında bildiriş gəlməyini istəyirsinizsə, mütləq şəkildə Temudan yox, keyfiyyətsiz məhsullardan gedmir söhbət. Söhbət keyfiyyətli məhsullardan gedir. Əgər güvənlik kameralarını quraşdırırsınızsa, bu halda mütləq şəkildə professionallara işinizi etibar etməlisiniz, müraciət etməlisiniz ki, bax belə keyfiyyətli məhsulları sizin bağ evlərinizə, mağazalarınıza quraşdırılsınlar. Bu qədər. Özünüzə özünüzə yaxşı baxın, özünüzü qoruyun. Yox, sən üzülü sakinə, qardaş, girdim sənin dükkanına. Bir şey də qeyir, yəni. Bunları apara bilərəm? Ha, apar geçsin, bir şey də qeyir. Ancaq ünvanı demədin, etsə. Ünvanımız Şabran şəhər bazarının daxilində yerləşir. Evim Elşad ucuzluq mağazasının hələ düz yanındadır. Arxa tərəfdən də girişi ilə tuş gəlsəz, birbaşa mağazaya gələcəksiniz. Qeyd etdiyim nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Azərbaycanın bütün bölgələrinə çatdırılma, quraşdırılma var.